Yeni tanış olduğumuz insanlarla öz maraqlarımız çərçivəsində danışırıq. Amma evə gəldiyində nə danışırıq? Məişət məsələləri. Evə çörək aldınmı? Onu aldınmı? Pampers aldınmı? Bunun kimi. Problemlər. Bəli, problemlər. Ona görə də şəxs, bu qadın-kişi fərq eləmir. Orada özünü daha yaxşı bir mühitdə hiss edir. Problemdən uzaq. Problemdən uzaq. Sanki başqa bir dünyada olur və o dünya ona çox çəkici gəlir. Bundan başqa ölkə xaricindəykən aldatmaların da çox olması bundan qaynaqlanır. Sanki yaşadığı ölkənin o məsuliyyətli çərçivəsindən çıxdığında özünü bir azadlaşmış kimi hiss edir və orada özünə bunu icazə verə bilir. Burada fikir verirsiniz əgər bu insanların bir azadlaşmağa, bir ruhlarındakı o sönmüş bir ateşi, yəni sönmüş bir alovu təzədən qığılcımlarla alovlandırmağa ehtiyacları var. Yəni bu insanın böyük ehtimalla bir tələbatıdır. Çünki belə görsənir ki, insanlar monoqam deyillər. Poliqamdılar. Monoqam ola bilmədikləri üçün də evlilik müəssisəsi ilə bir yerdə qurulan şeydə bu müəssisənin qaydalarına riayət edə bilmirlər. Əslində mən sizə deyim ki, məsəl üçün evliliyin tarixinə baxdığınızda evlilik heç də romantik bir tarixlə başlamayıbdır. Evlilik feodal dönəmdə müəyyən feodalların müəyyən zənginlikləri var. Onlar bu zənginliyin övladına ötürəcəklər. Dediyiniz kimi DNT testi də yoxdur. Ona görə də hansı övlad onundudan əmin ola bilmək üçün... Maddiyyat. Bəli, evlilik bir ekonomik bir anlaşmaydı. Yəni ki, orada da həmin qadının başqa bir insanlarla heç bir münasibətin olmaması ona görə lazımdır ki, o vaxt qorunma yöntəmləri yoxdur, kontraseptivlər yoxdur və uşağın ondan olması lazımdır ki, malını qoyacağı uşaq yad bir insanın övladı olmasın.